Ayntraxtı UEFA cəzalandırıb və Ayntraxtın azarkeşləri gəlməyəcəklər Bakıya rəsmi olaraq ən azından və bu bizim üçün böyük bir üstünlükdür. Çünki xatırlayırsa Ajax'la maçda Ajax'ın azarkeşləri orada böyük bir möhtəşəm bir atmosfer yaratmışlar. Əgər Ayntraxtı bu olsaydı onların həmin o səsi 2 qat olardı. Ayntraxt azarkeşləri çünki çox coşqulu, Avropada tanınırlar. Daha bəlli gəliblər paytaxtımıza. Bəli, Chelsea ilə Arsenal maçının finalında onlar gözləyirdilər ki, Chelsea-ni məğlub edər yarım finalda və finala çıxar. Onlar gəlib Arsenala azarkeşlik edirdilər məsələn və Qarabağda məğlub edəndə də gəlmişdilər. Yeri gəlmişkən həmin vaxt Qarabağımız Eintracht Frankfurtla oynayanda Alexander Mayer da qol vurmuşdu və hal-hazırda Alexander Mayer belə deyək də baş məşqçini əvəz edən məşqçi kimi Bakıya gələcək. Digər köməkçisi Denis Schmidtdir. İkisi birlikdə başçılıq edəcək. Denis Schmidt 21 yaşlarındadır, Mayer 19 yaşlarındadır. Yenə də deyirəm, əsas bəzən sual verilir ki, məşqçinin qovulması komanda üçün belə müsbət faktordur yoxsa mənfidir. Eintrachtın alında bu mənim. United'ın məsələn lehinə oldu. Eləcə Chelsea-də də həmçinin. Və Chelsea çünki kursun davamıdır. Elə Chelsea-nin farm klubu olan Strasbourgdan Liam Rosenioru götürdülər. Amma məncə Eintrachtın alında bu vəziyyət əksinədir. Çünki əgər Top Mölleri dekabrda milad əvvəli fasilədə göndərsəydilər, başa düşmək olardı ki, komandanın siyasəti nə idi. Bu dəfə məşqçinin göndərilmənin bir dənə səbəbi var ki, fasilədən sonra komanda 3 oyun keçirib çempionatda Borussia Dortmund, Stuttgart və Werder hər oyun 3 qol buraxır. Xatırladaq ki, Çempionlar Liqasında komanda 16 qol buraxıb 6 oyuna və Almaniya çempionatında 18 oyuna 39 qol buraxaraq Heidenheim ilə yanaşı Almaniya çempionatında ən çox qol buraxan komandadır. Müdafiə futbolunun bərbad olduğuna görə Top Möller özünə xas olmayan amorimliyə getmişdi. Yəni 4-2-3-1-i 5-1 hesablı məğlubiyyətlər də var çempionatda. Bəli, 3-4-2-1-ə keçdi. Amma o da kömək eləmədi. Mən sabahları nəyisə dəyişəcəyini gözləmirəm. Hətta deyərdim ki, ən əsas Qarabağın ehtiyatlı olmalı olduğu faktor bu yəni Galatasaray maçındakı konspektdə. Yəni Galatasaray maçında Galatasaray niyə darmadağın oldu? Çünki Galatasarayın hücumçu vingerləri belə gəlirdilər aşağı, Barışla Yunus Akgün. Onlar qısa paslarla çıxmaq istəyirlər. Eintracht amansız pressinqə səni məruz qoyur və əgər topu aldısa səni qeyri-mövqeyində cəzalandırır. Və mənim standart. Bəli.